Sosial şəbəkələr sənə bir şey təlqin eləyəcək, sən də başlayacaqsan o mövzuda danışmağa. Deyirsən, düşüncəli olmalısan. Sən o təbliğlərin təsirinə düşməyəcəksən. Sən artıq özün hər şeyi ayırt edə biləcək həddə həddbuluq olmalısan. İmam-ı Zaman həddbuluq olmuş bir cəmiyyətə gələcək. İmam-ı Zaman ayrılmış bir cəmiyyətə gələcək. Baxışlarımız, düşüncələrimiz, fikirlərimiz, amallarımız, hədəflərimiz dəyişməlidir. İmam-ı Zaman o cəmiyyətə gələcək ki, o cəmiyyətdə hər kəs özünü müntəzir hesab edən, intizar çəkdiyini düşünən hər kəs fikir ayrılığına baxmayaraq, düşüncə ayrılığına baxmayaraq, hətta əqidə ayrılığına baxmayaraq bir hədəfi vurmağı bacaracaq. Müsəlmanların, İslamın xeyri üçün eyni nöqtədə çalışmağa bacaracaq. Bu İmam-ı Zamanın istədiyi bir cəmiyyət. Belə bir cəmiyyətdə o həzrət gəlib iş görə bilər. Belə bir cəmiyyət yaranmayana qədər mümkündür. Bütün imamların zamanlarına qayıt olun. Mən sözümü yekunlaşdıram. Bildi ki, intizarı, fərəz, əfsə görə ibadət. İbadətlərin ən fəzilətlisidir. Mümkündür bir nəfər gəlsin buna, irad bildirsin bu sözə. Ki, siz nə danışırsınız da, bəs namaz qaldı, oruc qaldı. Bütün imamları şəhid edən cəmiyyət hamısı namaz qılanır, hamısı oruç tutanır, hamısı zikr əhli. Zahirən hamısının təqvası var idi. Hamısı hafız-ı Qur'anlar idi. Qur'anı gecə gündüz oxuyanlar. Amma Quran oxuyub anlaya bilmədi, başa düşə bilmədi. İslamın, müsəlmanların dərdini anlaya bilmədi. Gəldilər imam qatili oldular. Həzrət Əli əleyhissalamdan başlayaraq kim şəhid elədi Həzrət Əmr əleyhissalam? Mənim dinsiz idi. Məri ibadəti yox idi. Əminliklə deyirəm, əminliklə deyirəm. Zahiri ibadəti bizim hamımızdan üstün idi. İbn-i Mülcəmin, rəhmətullah. Zahiri ibadəti çox idi. Amma fayda vermirdi o zahiri ibadətə. Və sonraki imamların hamısının şəhadəti eyni hadisələrlə təşkillanır. Və İmam-ı Zaman dedi ki, sizin sadəcə quru əhkam ibadətiniz olsa, mən gəlsəm məni də şəhid edirsiniz. Ona görə Allahın icazə verir. Siz ayılacaqsınız, siz dərrakə sahib olacaqsınız, siz düşünə biləcəksiniz. Ondan sonra deyir, Allah icazə verəcək mənə gəlişiniz. Ona görə belə bir zaman, belə bir mühit gəlib çatıb ki, artıq müsəlmanlar düşünməlidir. Bütün dünya İslamla, müsəlmanla mübarizə. Buna görə müsəlmanlar başa düşməlidir.